Mən Qurbanova Aytənin valideyniyəm. Mənim qızım Qurbanova Aytən 9 yaşı var. Anadan gəlmə bu çanaq çıxığı displaziyası xəstəsidir. Bildiyiniz kimi bu günə kimi də 4 dəfə ağır çanaqlarından əməliyyat keçirdi. Sonuncu əməliyyatımız ayın 17-sində, bu ayın 17-sində Uniklinikada olub. Cengiz Çabıkoğlu edib, implantlarını çıxardıb. Dünən axşam da qızım ayaq yolundan gələndə koridorda yıxıldı. Həmən o implant çıxarıldığı yerdən, çanaqdan yenidən sındı. İndi mənim qızım təcili əməliyyat olunmalıdır, o sınığa implant bağlanmalıdır, üstündən gips vurulmalıdır. Qızımın əməliyyatını da dövlət qəbul eləmir, travmatologiya bizi qəbul eləmədi. Deyir, biz implant qoya bilmirik, bizdə implant yoxdur. Bizi göndərirlər özəl klinikalara. Bizim də əməliyyatımız olacaq Bakı Medikal Plazanın Babeş filialında. Həkimimiz də iftixar doktordur. Əməliyyatımızın da məbləği 3500 manatdır. Qızım dünən axşamdan bura ağrı kəsicilərlə qalır. Başa düşürsünüz, vəziyyətimiz çox pisdir. Balamın qılçası sınıb çanağından, çox pis yerdən. Qalmışam çarəsiz. Əlimdə olan pulu da apardım ayın 17-sində implantlarının çıxarılması üçün ödəniş elədim. Özüm də tək anayam, yalvarıram sizlərə, ayaqlarınızın altında ölüm, balalarınıza qurban olum, nə olar balamı çarəsiz qoymayın. Dünəndən bura balam ağrı kəsici ilə yatıb, ağrı kəsici ilə durur. Xahiş edirəm, bugün mənim balama kömək eləyin bacardığınız qədər. Bugün mənim balam əməliyyat olunsun. Xahiş edirəm, yalvarıram, bu məhərrəmlik ayına xatir. Tək olan Allaha xatir, qurban olaram səsimə səs verin, mən çarəsiz ananın köməyinə yetişin, nə olar, yalvarıram sizlərə. Çox sağ olun, Allah sizlərdən razı olsun, Allah köməyiniz, dayağınız olsun, çox sağ olun.